Bugün Coachella Festivalının 3-cü günü, yəni ki son günüdür. Bugün o gündür. 2016-ya rəsmi olaraq qayıdırıq. Çünki Major Lazer-a qulaq asacaq. 14 yaşı Mahir bunu bilsə dəli olar. Türklərin biz oldu çünki Major Lazer səhnəyə Mia'nı gətirdi. Bunun mahnısı çıxanda 7 yaşındaydım. Major Lazer bitib gedirəm Foster the People-a və sırada Foster the People var. Karol G səhnəyə Babat Gez gəlir. Heç bir mahnısını bilməsəm də, amma həqiqətən də Sabrina'dan daha çox ləzzət elədi. Və sırf siz dediniz deyə gedirəm illər sonra səhnəyə qayıdan Big Bang qrupunu dinləməyə. Bu arada Squid Game-dəki Thanos bu qrupun əvvəl üzvü olub, indisi ayrıdır. Sonda animanın şovu ləğv edilmişdi deyə, indi isə başqa səhnədə sürpriz bir çıxış elədi. Yenə də həqiqətən gözəl idi və Lisa da ora qonaq gəldi. Möhtəşəm 3 günlük festival bitdi. Dəyər miydi? 100%. Videoya like atsaz, harda qaldım, nə qədər pul xərclədim, tipli videoda ata bilərəm. Gəlmək istəyənlər üçün faydalı olar.